Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Bugünkü vlogumuz təmizlik vlogu olacaq. İstəyirəm evlərin haçandan da girmədiyim künc bucaqlarına girim. Deməli, Novruz bayramından sonra oranı belə hala gətirmişdim. Ondan sonra əl dəyməmişəm. Üstdən yalandan silmişəm belə, amma dərinə getməmişəm. İstəyirəm ki, indi oraları bir qəşəng düzəldim, stolu qoymuşam. Çıxım. Mən ümumiyyətlə dekor çox xoşlanmıram. İndi görüm evdə nə varsa ora düzəcəm ki, biraz abırlı görsənsin. Bu arada bunlar, bu dəmirlər ev siyəsinəndir. Onu bilmirəm hara qoyum ki, itməsin, yadımdan çıxmasın. Ona görə o orada qalıb ki, gözümün qabağında. Amma indi istəyirəm ki, onu harasa elə bir yerə qoyum ki, yəni orada qalmasın da. Qızlar, bilmirəm siz də beləsiz, yoxsa ancaq məndə belədir. İnanın ki, mənim ürəyim sıxılır, darlanır. Ümumiyyətlə evdə tez-tez dəyişiklik görmək istəyirəm. Gözüm yorulur. Elə bilin ki, oturduğum yerdə evin hər hansısa bir küncü olsun, hər hansısa bir yeri olsun. Birdən belə gözümə dəyir, beynimdə yanır, sönür ki, mən buradayam, məni dəyişməlisən, məni tullamalısan. Və mən həmin yeri dəyişməsəm, tullamasam, inanın ki, gecələr yuxuma girir. Deyirəm ki, qoy bir dənə səhər açılsın, mən tez falan şeyi tulluyum və yaxud falan yeri düzəldim. Ayazla Nurayın belə bir şəkilləri var. İstəyirəm ki, bunları bura qoyum. Bunları müəllimələrə hədiyyə edib, kursdan müəllimələri. Müəllimənin hədiyyə verdiklərini qoyacağım. Peşin silim, təmizliyim qoyum. Ayaz öz üzünü burada koruyub, bilmirəm. Görsənir, yoxsa görsənir. İstəyirəm ki, Ayaza aid olan hissəni bura qoyum, Nuraya aid olan hissəni bura qoyum. Deyəsən, mən sizə heç bunları göstərməmişəm, bilmirəm. Instagramda göstərmişəm, amma burada göstərməmişəm. Bunu da müəllimə hədiyyə edib. Deməli, uşaqlar üçün kursu bitirdiklərinə görə boks hazırlamışdı. Hər bir uşağa belə bir çərçivə düzəltdirmişdi. Və eyni şəkildə Ayazın adına uyğun belə bir qələm qabı, xatkeş və ruçka. Burada belə bir burlyok da Ayazın adı olan belə bir burlyok. Bizim uşaqların hələ ki burada otaqları yoxdur. Bunları ona görə qoyuram bura. Haçan ki otaqları olar, inşallah onu da istifadə edərlər. Eyni şey Nurayda da var. Nurayda da həmçinin belə bir qələm qabısı, belə bir burlyoku. Bunu sunkalarından asacağım inşallah. Belə bir xatkeş, belə qoyaq və Nurayın adında belə bir qələm. Usta belə bir dəftər də var idi uşaqların adına uyğun və albom. Bu Ayazın, yəni eyni şey Nurayda da var, albom, Ayazda da albom və dəftər hərəsində və belə düzəltdirmişdi müəlliməsi. Sağ olsun, çox diqqətçi xanımdır, bu arada onu deyim. Bilmirəm, bu haqda danışmışıq, sizlə danışmamışıq, amma Instagramda danışmışıq. Bunları qoyun belə. Nurayınkiləri da eyni şəkildə bu tərəfdən düzəcəm. Belə. Bəs onda niyə dərhal sağalmadın? Sağlamlığı üçün tək qoyma. Elə evə hazırlaşırdım süpürməyə. Gördüm ki, sevimli multikim başlayıb. Dedim, qoy oturum, baxın buna. Sonra duraram, işlərimi görərəm. Xoşlayıram bu multiki. Siz belə multiklərə baxıb eləyirsiniz ümumiyyətlə. Mən uşaqlar baxır deyə öyrəşmişəm. Bu arada burada çox qəşəng görsəndi. Dəyişiklik oldu. Neyse, multikimizə baxaq, sonra duraq. Sil süpür qaldı. Silək, süpürək. Nuray da öz işlərini orada yığışdırır. Gəlib görürəm ki, Nuray da həvəsə düşüb, öz cərzəyizlərini töküb, silir, yığışdırır. Bunları qəşəng silib yığışdırıb. Parfümlarını da yığışdırıb. Nurayın parfümları bu arada çox gözəl saqqız iyi verirlər. Bunu rezinlərin içinə qoy. Bu heç. Artıq bitir balamın parfümü. Cərzəyizləri. Və bunu açmaq istəyirdim ki, görün bunun içinə bu nə qoyub. Bunu biz dənizə gedəndə axın dəfə götürmədik bunları. Görün, heç bunu aça bilmədim də mən. Neyse, bunu aç görün. Açsın, baxaq. Ay. Mıncığı.
qızım foşçu qızdır. Onun tökülü içindəkilər. Yok takarım. Belə. Qoyaq bunları. Koy istersen onu koyma. Hərəsini bir yerə düzək. Bunlardan çox xoşum gəlir. Nuray, bunları həyətə tax da. Evet takacağım. Həyətə tax qəşəngdir. Belə. Bunların öz qabı var. Hə, belə. Şöp bitti. Göt. Nurayın beşlərini göstərmişkən makyaj ləvazimatlarını da göstərim. Deyir qızın olduğu yerə qırmızı donuğu çıxardasan. Belə bir cümlə var. Qızımızın cevcehizləri, makyajları deyir ki, mənim deyir əl kremim yoxdur. Gedək mənə əl kremi alaq. Özünə krem aldırıb. Belə. Da bunun kosmetika veşlərim. Doğrudan da toz basıb şu an veşlərini yaxşı ki elə təmizlədim. Belə. Mənim burada belə bir dolabım da var idi ki, mən bura işlətmədiyim qabları, servislərimi, qonaqlar üçün olan stəkanlar, çaşkalar qoymuşdum. Mənim buradakı kuxnam ölçü olaraq, razmer olaraq yaxşıdır, ancaq ki, şkafları, dolabları çox azdır və demək olar ki, mənim bir dənə qazan polkam var aşağıda, kuxna meblinin aşağısında və bir dənə də ərzaq dolabım var. Yəni dolablar bitir. Ona görə də mən bəzi qablarımı, qonaqlıq qablarımı bu şkafa qoyuram. Buradakı qutudakı qablar mənə hədiyyə idi. Sözün düzü yadımdan da çıxmışdı ki, orada nəyim var, nəyim yox. Elə açdım, gördüm, dedim qoy çıxardım, kasaları işlədim. Bu kasalardan həm də xoşum da gəlirdi. Elə əlim dəymişkən çıxartdım. Həm estetikdir, videolarda çəkəndə istifadə eləyərəm. Həm də elə iç-içə qoyursan və çox da yer tutmur. Elə bu çaşka dəstini də əmim qızı hədiyyə eləmişdi. Onda görmüşdüm, bəyənmişdi. Sağ olsun, o da mənə hədiyyə eləmişdi. Birini götürmüşəm, gündəliyə özüm üçün istifadə edirəm. Amma bunun opşu dəstini saxlatmışdım. Ümumilikdə burada istifadə eləmədiyim, qonaqlar üçün olan qabları saxladıram demək olar ki. Və bu da mənim servisimdir. Mən ümumiyyətlə cehizliyimdə, gətirəndə xeyli qab-qacaq gətirmişəm. Ancaq ki, bir dənə belə servisim var ki, o 6 nəfərlikdir. Mən 2018-də ailə qurmuşam. Biz evlənəndə o vaxtı mod idi. Qız servant bəzəyirdi, qorxa bəzəyirdi. Biz də bu servisləri onun üçün almışdıq ki, servanta qoyaq, qalsın. Ancaq yəni mənim belə gündəlik işlətməli, qonaq qabağına qoyulası qablarım yetərincə var. Yəni mən indiyə kimi nəsə məclis edeyim, qonaqlıqlar edeyim. İndiyə kimi də çox da eləmişəm. Məni əvvəldən izləyənlər bilir ki, biz əvvəllər həyət evində yaşayırdıq. Onda demək olar ki, həyətin bu baş o başına süfrələr açırdıq, qonaqlıqlar verirdik və onda heç bir kəsdən gedib bir dənə qab almamışam ki, mənim qabım çatmır stola qoymağa. Yəni hər bir şeyi öz qab-qacağımla yola vermişəm. İnşallah bir gün qismət olar. Oradakı qab-qacağımı da sizinlə bölüşərəm. İnanın ki, demək olar ki, bəzən elə olur ki, deyirəm, ay Allah, görəsən mənim falan şeyim var idi. Artıq qablarımı, oradakı qablarımı yadımdan çıxartmışam. Bəzi bir-iki şey var ki, nəzərimdə tutmuşam ki, onları da gətiririm, burada işlədim. Amma belə opşu ki, falan şeyim var, bəhmən şeyim var. Demək olar ki, çox az qab-qacağım yadıma düşür. Burada belə bir şkafım var idi, işlətməklərimi qoymuşdum. Çıxartdım, bəzi şeyləri tulladım, bəzi şeyləri isə işlədəcəm. Belə oldu, şkaf yüngülləşdi, təmizlədim, hər yerini sildim, yığdım. Son görünüşü budur. İndi buradan nələri çıxartmışam işlətməyə. Hamısı zibilli demək olar ki, tullayacağım. Belə bir kasalarım var idi, bunu mənə əmin qızı hədiyyə eləmişdi. Belə çox qəşəng kasalardı. Elə gördüm, dedim, niyə bunları mən istifadə eləmirəm ki? Çıxartdım ki, istifadə edeyim. Düzdür, mətbəxim balacadır, yer yoxdur. Amma yenə də. Bir də uşaqların belə bir çaşkaları var idi. Mən belə çaşkaları sevmirəm, düzü. Belə yönsüz çaşkaları. Amma uşaqların da deyək, şahsına istifadə eləsinlər. Belə, bunlar istifadə olunmalı. Bunları isə tullayacağım. Çaşkaları da tullayacağım. İndi gedim görüm kuxnada bəzi çaşkalar var ki, onları istifadə eləmirəm. Onları da tullayacağım. Bunları da tullayacağım deyəndə ki, bir kloka yığacağım, qoyacağım, kimisə ehtiyacı varsa götürsün. Təmizliyin sonunda evdən çıxartdığım zibillər, mən belə təmizlik eləyəndə süpürməyi xoşlayıram. Ki, zibilləri görüm, gözüm görsün. Belə gedim bir dənə qəşəng klok gətireyim. Bunları yığım və ataq.
Bir də bilmirəm sizdə necədir, amma mənim o qədər çox xoşuma gəlir ki, uşaqlar yatandan sonra durum nəsə iş görüm. İş görmək də o demək deyil, silim, süpürüm. Ev işləri görməyi xoşlamıram. Ancaq belə buzdolabı hazırlıqlarını çox sevirəm. Çox xoşuma gəlir ki, uşaqlar yatandan sonra belə polfabrikat məhsullar hazırlayım. Elə axşam tərəfi marketə getmişdik. 2 dənə də toyuq götürdüm ki, biz axı talışıq, ləvəngi cücəmiz olsun. Və elə uşaqları yatsıdırdım və başladım bunları belə hazırlamağa. Mən elə toyuqları alan kimi belə duzlayıb, turşulayıb qoyuram. Əgər ləvəngim varsa, elə ləvəngini də içinə qoyuram və elə saxladıram. Lazım olanda bişirirəm. Burada isə ləvəngim var idi, amma dondurucudaydı, donmuşdu. Onları artıq bişirəndə bir-birinə birləşdirəcəm. Bəs siz necə belə polfabrikatlar eləməyi xoşlayırsınız, yoxsa elə deyirsiniz ki, yox, hər şeyi təzə-təzə yeyək, sveji olsun? Mən düzü elə subay vaxtından xoşlamışam belə polfabrikatları. Evdə olduğum günlər düşbərə hazırlayırdım, xəngəl hazırlayırdım, buzdolabına atırdım və evləndikdən sonra da bu vərdişim mənim əlimdən çox tutdu. İnanın ki, 2 dənə körpə uşaq, bilmirdim ki, bunlar yatanda mən yemək hazırlayım, yemək bişirim, ev yığışdırım, yoxsa özüm bir stəkan çay içim. İnanın ki, heç nəyə çatdırmırdım. Ona görə də elə vaxtım olduqca, gecələr uşaqlar yatdıqca mən də dururdum, belə şeylər hazırlayırdım ki, gün ərzində məndən rahat olsun. Həm onlara baxım, həm evin işini çatdırım. Ən azı öz əl üzümü bir rahat yuya bilim. Mən belə buzdolabı hazırlıqlarını indi də edirəm, tez-tez edirəm demək olar ki, əgər sizə maraqlıdırsa, yazın mənə, mən də bilim və belə vloqlar paylaşım və siz də öz növbənizdə siz bəs nəyi qoyursunuz buzdolabına, nəyi polfabrikat edirsiniz, onları yazın. Elə mən də yararlanım, mənim izləyicilərim də. Axır vaxtlar ürəyimdən qəşəng lahmacun keçirdi ki, evdə özüm bişirim, amma tənbəllik eləyirdim, sözün düzü. Və elə Instagramda gəzişərkən birdən qabağıma bir resept çıxdı, lavaşla olan. Ancaq reseptdə bir məqam var idi ki, mən onu bəyənmədim. Bəlkə də o zövqə görədir, kimsə bəyənər. Deməli, lavaşı 2 dənə qoyursunuz, qatlayırsınız və 2 lavaşdan hazırlayırsınız bir dənə böyük lahmacunu. Mənə görə elə bildim ki, o 2 dənə lavaş ona qalınlıq verdi və mən yarısını 2 lavaşla eləmişdim, yarısını tək lavaşla. Tək lavaşla olan lahmacunlar o qədər yüngül, rahat oldu ki, həm yeyilməsi, həm hazırlanması. Yəni bundan sonra hazırlayası olsam, mütləq tək lavaşını eləyəcəm. Elə daha gözəl oldu. Lavaşları islatmaq üçün isə 1 stəkan adi suya 2 xörək qaşığı un əlavə edirik və unu suda qəşəngcə açırıq və isladırıq. Belə olanda ət daha yaxşı yapışır. Əgər hazırlayacaq olsanız, lavaş nüansı mütləq nəzərinizdə olsun. Bir də çalışın ki, sobada çox saxladıb qurutmayasınız və tez bişir. Onu da deyim ki, çəkilmiş ətdir, tərəvəzlərdir. Qorxmayın ki, ay üstündəki çiğ qalar, narahat olmayın, tezdə bişir. Bu hazırladığım içlikdən mənim 10 ədəd lahmacunum çıxdı. Burada bəlkə də üstü az görsənir, amma inanın ki, elə hər lavaşa bir xeylaq içlik qoymuşam. Demək olar ki, hər lavaşa 3 qaşıq mən içlik əlavə eləmişəm. Lahmacunlar hazır olduqca uşaqlar elə isti-isti yedilər. Ona görə belə axırda çox yığılmadı. Vlogumu təmizliklə başladım. Lahmacunla bitirmək istəyirəm. Ümidvaram ki, vloqum sizin üçün maraqlı oldu. Vlogumu bəyənib yorum yazsanız sevinərəm və takip eləsəniz də ki, mənə dəstək olmuş olarsınız. Bu dəfəki vloqumda bu qədər. Sağ olun, Allaha əmanət olun. İnşallah gələn vloqlarda görüşənədək.